Dönəcəm və mən istəyərdim sətən mütəxəssisimizə yenidən üz tutaq. Nərimanovda partlayışın səbəbi belə izah olundu ki, düzdür, istintaq davam edir, nəticələr fərqli gələ bilər ortalığa, amma ilkin məlumata görə binanın altından böyük qaz xətti keçirmiş. Eyni zamanda bir çox binalar var ki, onların altından kommunal xəttlər keçir. Kanalizasiya boruları keçir, elektrik xəttləri keçir, qaz xəttləri keçir. Metroya yaxın olanlar da var. Bu tikinti zamanı bu hallar nəzərə alınmırmı? Bir mütəxəssislə razılaşdırılırmı? Söz gəlir, soruşulurmu? Yəni sizlərin rəyini alırlarmı? Əslində çox bir vacib mövzuya toxundunuz siz hal-hazırda. Çünki Bakıda kommunikasiyada hörümçək toru qədər sıxdır. İstər-istəməz problem var. Bu tikinti proseslərin aparılmasında biz daha çox görürük ki, qazıntı işləri aparılır da. Yəni həmin o ərazidə də qazıntı işləri aparılırdı həmin anda və qazıntı işi təhlükəli iş sayılır. Onu müvafiq tapşırıq icazə əsasında aparmaq lazımdır. Müvafiq risklərin qiymətləndirilməsi aparılmalıdır o iş görülməmişdən qabaq. Həmin ərazidən keçən kommunikasiya xətləri, digər xətləri... Bax, o risklərin hesablanması kiminlə aparılmalıdır? O maraqlıdır. Ümumiyyətlə, risklərin qiymətləndirilməsi prosesi müxtəlif cür və müxtəlif vəzifə sahiblərinin, iş icraçılarının, sətən mütəxəssisinin, iş icraçı, yəni həmin ərazidə kimlər ki, cəlb olunub, o mütəxəssislərin iştirakı ilə birgə risklərin qiymətləndirilməsi prosesi aparılmalıdır. Yeraltı keçən kommunikasiya xətlərinə diqqət olunmalıdır, yeraltı sxemlərə baxılmalıdır. Yəni, bu istiqamətdə risklər qiymətləndirildikdən sonra qazıntı işləri aparılmalıdır. Yəni, qazıntı işləri hamımız da şahid olduq ki, biz ona qaz patuşkası deyirik. Yəni, binanın altına qaz patuşkası yığılıb ki, belə bir partlayışa səbəb olub. Biz İST olaraq, əlbəttə ki, həm sənaye təlimləri, həm sətəm təlimləri, həm sətəm konsultasiyası, xidmətləri, sənədləşmə, sistemləşmə işlərini də aparırıq. Bu istiqamətdə bizə çoxlu sayda təkliflər də olur, sorğular da olur. İndi daha çox üstünə düşürlər. Konkret nəyi soruşurlar məsələn? Soruşurlar, məsələn, elə bir firmalar, şirkətlər var ki, onların sətən mütəxəssisi yoxdur. İndi müəllimin də vurğuladığı kimi, çünki 50 nəfərə qədər işçi sayı olan qurumlarda əməyin təhlükəsizliyi, əməyin mühafizəsi mütəxəssisinin olmasına ehtiyac yoxdur. Yəni, bu qanunvericiliyin tələbidir. 50 nəfərdən çox olan qurumlarda ehtiyac vardır və bu qanunvericilik tələbinə uyğun olaraq yerinə yetirilməlidir. Yox, əgər qurumda əməyin mühafizəsi üzrə yoxdursa, o zaman onlar xidməti almağa borcludurlarmı qanunla? Xidməti almağa qanunla borclu deyirlər, ancaq rəhbər, əgər sətəm yönəmlidirsə və sətəmə daha çox önəm verirsə, o halda həm də bizim bilirsiniz ISO tələbləri də vardı. Yəni standart elə şirkətlər var ki, onların ISO 45001-i, 9001-i var. Yəni bu əməyin təhlükəsizliyi, keyfiyyət idarə edilmə standartları var və o istiqamətdə əgər əməyin təhlükəsizliyinə şirkət rəhbəri önəm verirsə, əlbəttə ki, sistemləşməsini aparacaq, sənədləşməsini ideallaşdıracaq və ona görə də bizə təklif gələcək, sorğularımız da çox olacaq. Siz bir müəssisədə əməkçinin, işçinin, daha doğrusu əmək təhlükəsizliyinin qorunması üçün nələrin olması vacibdir? Əsasən biz nələrə diqqət edirik? Yəni, qanunvericilik tələbinin bəzi bölmələri var ki, işçilərin təlimatlandırılması, işçilərin biliklərinin yoxlanılması, iş yerlərinin atestasiyasının keçirilməsi, od söndürən balonların və digər şitlərin, tutalım, od söndürən balonların, şitlərin olması, ərazidə təhlükəsizlik qaydalarına riayət olunması, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən istifadə və digər sənədlər, əgər o baxır standartadır. Necə düşünürsünüz? Yüksək mərtəbəli binalarda, yaxud iş yerlərində, əsasən də iş yerlərində ən çox rast gəldiyiniz xəta nədir? Nə xətaya yol verilir ki, böyük problemlər sonradan yaranır? Ən çox pozuntu nələri görmüsünüz? Müxtəlif cür olur İlham xanım. Mən müxtəlif sektorlarda işləmişəm. Yəni neft-qaz sektorundan tutmuş, təhsil sektoruna qədər işləmişəm. Ən çox baş verən xətalar nəyin ucbatından baş verir, mən deyim? Fərdi mühafizə vasitələrindən istifadə eləməmək. Düzgün istifadə olmayan alətdən. Yəni, əgər bir alətdən istifadə olunmalıdırsa, o səhv olaraq digər bir alətdən istifadə olunur. Məsələn, nələr? Biraz konkretləşdirək. Fərdi mühafizə deyəndə nə? Fərdi mühafizə vasitəsi deyəndə, məsələn, elə götürək dəbliqəni. Bayaq siz vurğuladınız ki, dəbliqədən istifadə eləmək istəmir və yaxud da ki, o məsuliyyət məsələsi.
Dəbilqədən istifadə eləmir, əlbəttə ki, düşən əşya onun həm başını zədələyəcək və dəbilqə nədən ötürü ki, düşən əşyanın qarşısını almaq üçün. Onun üçün də biz səthən mütəxəssisləri olaraq ilk növbədə fərdi mühafizə vasitələrindən istifadəni tələb edirik. Bunun üçün xüsusi şüarlar vururuq, xüsusi nişanlar asılır ərazilərdə. İş zamanı isə biz xüsusi işə icazə sistemlərindən istifadə edirik və işə icazə sistemlərində həmin o fərdi mühafizə vasitələrindən istifadə də öz əksini tapır. Yəni işçi təlimatlanır, imza atır və öhdəçilik götürür ki, mən bu işi təhlükəsiz şəraitdə yerinə yetirəcəm və fərdi mühafizə vasitələrindən də istifadə etməliyəm. Yəni bu təlimat alır, təlim keçir. Təhsil müəssisələri dediniz, mən xatırladım. Uşaqların olduğu müəssisədir. Təbii ki, uşaqların bilməzliyindən yanğın çıxartma ehtimalları da var. Və mənim girdiyim məktəblərdə ki, bu hadisələrdən danışmışkən, yəni müxtəlif hadisələrdən biz bayaqdan danışdıq burada ekspertlərlə. Hadisələrin araşdırılması prosesi aparılmır. Elə hadisə olur ki, araşdırılması aparılmır. Yəni, bu ən vacib olan elementlərdən biridir. Əmək Məcəlləsinin 209-cu maddəsində əmək mühafizəsi prinsiplərində deyir ki, baş verən hər hansı bir hadisə mütləq şəkildə araşdırılmalıdır və nəticələri barəsində işçilərə məlumat verilməlidir. Biz, əfsuslar olsun ki, hadisələrin araşdırılmasında daha çox o kök səbəbləri araşdıranda, kök səbəbləri aşkarlamağa çalışanda müxtəlif üsullardan istifadə edirik. Bunlardan da biri 5 niyə üsuludur. Çox belə... 5 niyə açıqlama verir buna? 5 niyə, yəni 5 niyə sualı verilərək kök səbəb axtarılır. Hansı niyələrdir bunlar? Yəni, hər hansı bir niyə. Məsələn, niyə dəbilqə taxılmamışdı? Məsələn, onun cavabını alırıq ki, dəbilqə alınmayıb. Niyə dəbilqə alınmayıb? Çünki təchizat vaxtında pul ayırmayıb. Niyə təchizat vaxtında pul ayırmayıb? Yəni, belə niyələrlə biz kök səbəbi araşdırmağı axtarırıq və kök səbəbi 5 sualdan sonra çatmaq olur o kökə sizcə? Baxın, orada belə bir tendensiya hal-hazırda mövcuddur. Çox əfsuslar olsun, bunu vurğulayacağım mən. 5-ci niyədən sonra və yaxud ki, 3-cü niyədən sonra məlum olur ki, insan amili var. Yəni, insan amili nəticəsində səhv olub və bu hadisə baş verib. Və kök səbəb kimi göstərilir ki, insan səhvidir. Bunu eləmək olmaz qəti surətdə. Niyə? Çünki Edward Demingin bir nəzəriyyəsi var. O bildirirdi ki, 94% idarəetmə və sistemin problemi ola bilər hər hansı bir hadisədən sonra. Əgər hər hansı bir hadisə baş veribsə, onun səbəbi 94% idarəetmə və yaxud ki, sistem problemidir. 6% insan amilidir. Biz isə 5 niyədən sonra və yaxud da ki, digər bir üsulla kök səbəbi araşdıranda gəlib insan amilinə çatanda dayanırıq. Olmaz dayanmaq. Növbəti niyə sualı verilməlidir? Ki, idarə etmə və sistemdəki olan problemi aşkar